Salmanov, AFFA-nın nümayəndəsi Rüfət Əmirovdur. Varda Rəşad Əhmədov, Avarda Rəhman Ümami işləyirlər və beləliklə ikinci hissə başladı. Sağ cinahlı müqayisə etdikdə təbii ki, bunu demək olar. Məsələn, Leandronun passivliyini xüsusilə qeyd etmək lazımdır. Bugün bu arada Qarabağın hücumu zərbə indirildi və hesab açılır. Zubirin zərbəsindən sonra top imişli futbolçularına dəyər istiqamətini dəyişir və Andrey Sinyenka buna hazır deyildi. 1-0 Qarabağ hesabda öndədir. Abdullah Zubirin zərbəsi zamanı top Diogo Royo'ya dəydi, istiqamətini dəyişdi. Və topun Diogo Royo'ya dəyməyini Sinyenka da gözləmirdi. İstiqamətin dəyişəcəyini gözləmirdi. Artıq ilk zərbə anında zərbənin gedə biləcəyi trayektoriya üzrə uzanmışdı Andrey Sinyenka. Beləcə bu görüşdə Qarabağ hesaba açır.